Prezident İlham Əliyev park və xiyabanların salınmasına, ölkədə geniş yaşıllaşdırma işlərinin aparılmasına xüsusi diqqət verir. Dövlət başçısının sərəncamına uyğun olaraq ölkədə ekologiya ilinin elan olunması və bu çərçivədə minlərlə ağacın əkilməsi də təsadüfi deyildi. Bu prosesə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi, ekoloji tədbirlərə uyğun olmayan müəssisələrin müasir tələblərə uyğun yenidən qurularaq mərkəzdən uzaqlaşdırılması, bu cür məkanlarda daha çox əhalinin istirahətinin təşkili məqsədilə parkların salınması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu prosesin bütün ölkəni əhatə etməsi Yevlaxın simasında daha aydın görünür. Bir neçə il öncə şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bulvar zolağının salınması ilə bağlı icrasına başlanılan layihə uğurla davam etdirilir. Burada əsas məqsəd təbii ki, Kür sahilini turizm zonasına çevirmək, insanların mənalı istirahətinə şərait yaratmaq və şəhərin simasına yeni memarlıq elementlərini daxil etməkdir. Prezident İlham Əliyev Yevlaxda Kür çayının sahilində salınan bulvar istirahət mərkəzində aparılan tikinti və yenidən qurma işləri ilə tanış olmaq üçün əraziyə gəldi. Hoş geldiniz. Salam, hoş gördük. Memnunum. Günleri buradayım. Balaca memnunum. Pazar günleri gelirim. Salam, melek. Salam. Bunların yanında kalacağım. Dəfələrdən 7-8 dəfədir gəlirsiniz. Hər gəlişinizdə bir stimul alırıq, güc alırıq. Axı siz dediniz, Salam. Avropa şəhərlərindən geri qalmayacağıq. Hələ nəinki Avropa şəhərləri, biz dünyanın böyük şəhərlərinə çatmalıyıq. Və onu deyirik, o yol tutmuşuq. Sizin köməyiniz. Geçen dəfə burada olanda burada hələ təmir işləri gedirdi. Bəli. Mənim mərcə edilmişdi. Bu çox gözəl təşəbbüs. Əslində bu təşəbbüs Yevlaxdan gəldi. Bəli, yay ayında burada da məlimə tərpənmək olmur. Dəstəklədim bu təşəbbüsü. Çünki indi bulvar Bakıya xas olan bir istirahət zonasıdır. Bakı bulvarının artıq 100 ildən çoxdur ki, tarixi vardır. Biz indi son illər ərzində Bakı bulvarını abadlaşdırdıq, uzatdıq. 3,5 kilometrdən indi Bayraq meydanı ilə birlikdə 14 kilometrə gəlib çatır. Yəni indi geniş bir istirahət zonası açılır. Və Yevlaxda biləndə ki, bulvar salınır, çox sevindim, çox gözəl təşəbbüsdür. Bütün gözəl təşəbbüsləri biz gərək dəstəkləyək. Bəli. Burada boş yerlər idi də, burada heç kim yanı gəzə bilməz. Sahil demək olar ki, yox idi. Kişi xilaqları qoxusundan gələn bir gecə çətin. İndi gözəl bir istirahət zonasıdır və Kür boyu gəzinti xüsusi zövq verir. Hər Bizim dəniz kənarı bulvarımız var, çay bulvarlarımız var. Və çox güman ki, hələ uzanacaq. Bəli, gedib az qalmış, o biri körpüyə çatmağa az qalmış. Cənab Prezident, mən özüm Yevlax sakiniyəm. Sizin hər dəfə bura gəlişiniz bizim üçün toy bayramdır. Demək, mən tez-tez Bakıya gedirəm, Cənab Prezident. Çünki ailəmiz, uşaqlarımız var orada. Hər dəfə inanın, o bulvarda gəzəndə o qədər həsəd hissi keçirdim ki, kaş bizim də belə bir bulvarımız olardı. Amma bugün bax bizim ailəmlə, nəvəmlə gəzdiyimiz bu Kür çayının sahilində yerləşən bu bulvar heç də Bakının bulvarından geri qalmır. Bütün bunlar üçün mən sizə, bütün Yevlaxlar sizə təşəkkür edirəm. Mehriban xanım Əliyeva, xahiş edirəm salamlarımızı yetirək. Biz onu da çox istəyirik, sizi də, Allah sizi qorusun. Tez-tez gəlin Yevlaxa, cənab. Mən tez-tez gəlirəm, bildiyiniz kimi vəziyyətlə tanış oluram, maraqlanıram və görürəm ki, Yevlaxda doğrudan da böyük inkişaf, böyük quruculuq işləri aparılır. Siz Yevlaxlar bunu hamıdan yaxşı bilirsiniz. Yevlax Azərbaycanın ən inkişaf etmiş rayonların arasındadır. Yəni o göstərir ki, hər şey etmək mümkündür. Əgər güclü iradə varsa və yerlərdə kadrlar yaxşı işləyirlərsə, hər şey etmək olar. Hər bir yeri cənnətə çevirmək mümkündür. İndi Yevlaxda nəyə bulvar? Bulvar əlbəttə ki, indi Yevlaxın bir, necə deyərlər, xüsusiyyəti olacaq. Ancaq şəhər necə abadlaşır? Bir neçə ildir ki, mən gəlirəm prezident kimi və böyük quruculuq, abadlı işlər gedir. İşlər çox böyük, zövqlər. Cənab Prezident, yeni bir Yevlax şəhəri bizə bəxş edirsiniz. Yeni Yevlax. Gözəl binalar, gözəl xiyabanlar, yollar genişləndirilir. Eyni zamanda iş yerləri açılır, sosial infrastruktur yaradılır, məktəblər tikilir. Yəni hər tərəfli inkişaf. Əlbəttə bu inkişaf eyni zamanda bax belə gözəl
istirahət yerlərinin tikilməsində də özünü göstərməlidir. Çünki hər şey nə ediriksə insanlar üçün. Mən bu yaxınlarda humanitar forumunda çıxışında da deyildi. Siyasətimizin məqsədində Azərbaycan vətəndaşı. Onun rifahıdır, onun rahat yaşamasıdır. Bütün bu işlər insanlar üçün yaradılır. Və bu bulvar artıq qalacaq tarixdə. Bu bulvarın da böyük tarix olacaq. İndi ki biz deyirik Bakı bulvarı 102 il bundan əvvəl salınıbdı. Yevlax bulvarı da bu illərdə salınıbdı. Bu artıq tarixdə var. Hansısa bir yerə də siz onu əlavə eləyin, yazın, plan tarixdə Yevlax bulvarı yaradılır. 100 ildən sonra burada gələcək insanlar deyəcəklər ki, bizim tarix bulvarımız var, yaşı 100 il. Belədir, tarix belə yaradılır, ölkələr belə inkişaf edir. Çox minnətdarım. Biz Yevlaxlılar sizi sevirik, cənab prezident. Sağ olun, mən də sizi sevirəm. Allah sizi ömür versin. Çox şadam ki, doğrudan da Yevlax inkişaf edir. Və əslində Yevlaxda gedən son illər ərzində quruculuq prosesləri bir şeyi dəqiqliklə göstərir ki, hər şey etmək mümkün. Çünki yenə də deyirəm, ölkə miqyasında Yevlax ən qabaqcıl yerlərdədir. Yəni sizin zəhmətiniz hesabına bütün bunlar mümkün olur. Mən də əlbəttə ki, kömək edirəm. Sizin Yevlaxlara olan qayğınızın təzahürüdür, cənab prezident. Yevlax ölkəmizin coğrafi mərkəzidir. Bəli, bəli. Böyük və strateji mərkəzdir. Və indi burada gedən quruculuq işləri necə deyirlər, heç bir inkişaf etmiş şəhərdə gedən işlərdən geri qalmır. Və əslində bir neçə dəfə mən demişəm indi, bəzi hallarda xüsusilə müstəqilimizin ilk illərində deyirdik ki, Avropa standartlarına çatmalıyıq. Belə bir anlayış var idi. Amma indi biz görürük ki, bizim öz standartlarımızda geri qalmış. Milli standartlar. Artıq demək olar ki, Azərbaycan standartları var. Səliqə, zövq, təmizlik, quruculuq, inkişaf, o ki qaldı abadlıq işlərinə. Azərbaycan standartları digər sahələrdə də özünü göstərir. Məsələn, şu təhlükəsizlik. Deyə bilərək ki, dünya miqyasında ən təhlükəsiz yerlərdən biri Azərbaycandır. Yaxud da ki, iqtisadi inkişaf, sosial məsələlərin həlli, cəmiyyətdə hökm sürən gözəl ovqat, ab-hava, milli dini dözümlülük. Bu Azərbaycan modelidir. Və bu günlərdə ikinci beynəlxalq humanitar forumunun iştirakçıları da bu inkişafı görürlər, vurğulayırlar və bizim təcrübəmizi öyrənməyə çalışırlar. Ona görə Azərbaycan standartları hər yerdə özünü göstərməlidir. Bu müasirlik və inkişaf standartlarıdır. Eyni zamanda öz milli dəyərlərə bağlılıq standartlarıdır. Cənab prezident, icazə versəydiniz, mən bütün Yevlaxlılar adından sizi salamlayardım. Şəhərimizə çox xoş gəlmişsiniz. Sizin hər gəlişiniz bizim üçün bayramdır, sözün əsl mənasında. Yəni biz bu günlərin bu gözəl bulvarda sizi gördüyümüzdə çox şadıq. Bizim üçün yaratdığınız hər bir şəraitə, indi doğrudan da Yevlax cəmaatı heç nədən əziyyət çəkmir. Və buna görə də sizə çox sağ ol deyirik. Çünki bu sizin işinizin, qayğınızın, bizə göstərdiyiniz o necə deyim, diqqətin sayəsində mümkün olubdur. Bir də mən öz adımdan sizə bir də təşəkkür edirəm ki, bax bizi bu cür işləməyə ruhlandırırsınız. Yəni sizin hər gəlişiniz bizdə elə bir həyat eşqini daha da artırır. Doğrudan da elədir. Mənim şəxsən 56 yaşım var, amma mən indən belə istəyərəm ki, heç olmasa 20 il yaşayım ki, Azərbaycanın o gözəl günlərini daha yaxından görüm. Onun quruculuğunda mən də iştirak edeyim. Çox sağ olun. Sizə bir daha təşəkkür edirəm. Həm şəhərimizin əhalisi adından, həm öz adımdan, həm bütün necə deyim, Azərbaycan xalqı adından ki, siz bizim doğrudan da təhlükəsizliyimizi təmin edirsiniz. Doğrudan da vaxt var idi ki, Yevlaxda kimsə hara tək çıxa bilmirdi. Amma bugün biz burada, mən balaca nəvəmi götürürəm, özüm tək gəlirəm. Gecə saat 11-ə kimi, 12-ə kimi otururam bu yay aylarında buradakı uşaq əylənsin burada. Çox sağ olun, sizə bir daha minnətdarım. Sağ olun. Həvələrimlə, nəticələrimlə gəlib bu gözəl parkda gəzirəm. Bura vaxtilə liman olubdur, bura paraxod gəlibdir Bakıdan.
İndi şükür Allah'a gözəl sahil salınıb, park salınıb, gözəl bulvar salınıb. Gəlirəm, cənab prezident, siz Ramil Səfərovu, Mübariz İbrahimovu ki qaytarıb gətirdiniz öz ölkəmizə, öz vətənimizə və onlara sahib durdunuz. Buna görə çox sağ olun. Bu sizin Azərbaycan xalqına göstərdiyiniz diqqətin qayğısıdır. Siz yaşlı adamları bizim ölümümüzün də, dirimizin də yərsiz sizsiniz. Allah sizin atanıza rəhmət eləsin, ulu öndərə rəhmət eləsin. Biz ömürlük sizi prezident kimi qəbul edirik. Çox sağ olun, Allah sizi qorusun.